Salam. Bugün mən sizə deməli iki paralel düz xəttin 3-cü ilə kəsişməsinə alınan bucaqlar haqqındakı çalışmaları işləyəcəm. Ardını, qalanlarını 35 nömrə 36 nömrəli çalışmada qalmışdıq. Yazaq 36 nömrəli çalışma. Bunun üçün əvvəl şəkilləri çəkeyim. Orada şəkillər var. Bu A düz xəttidir, bu B düz xəttidir. Sonra bu 8 alfadır. 8 alfadır. Bu da alfadır. Sonra bu birinci şəkildir. Bu birinci şəkildir. İkinci şəkilə baxaq. İkinci şəkildə də belə bir formalı şəkildir. Burada da A1, A1, A2, burada da A1, A. Burada nədir? Deməli, birincidə A1, A2'dir. Eyni də işarə olunub da, neysə bu düz xəttlər paraleldir. A1, A2'dir burada da. Və burada da belə bir şəkil var üçüncüsündə. Deməli, bu belədir. Burada indi verilənlərə də baxaq. Burada 2 alfadır uşaqlar. 2 alfadır. Burada alfadır. Alfadır. Bu da A1 düz xəttidir. Bu da A2 düz xəttidir. Sonra burada bu 5 alfadır. Bak 5 alfa. Bu alfadır. Alfadır. Ve buradakiler de yazdım mı? Bəli. 8 alfa belə. Şimdi burada uyğunluqlar. Deməli A1 A2'ye nədir? A1 paraleldir A2'ye. Şimdi uyğunluqlara baxıram burada. Deməli alfalar tapıb. Hamısında alfanı tapıb. Aydındır mı? Hamısında alfanı tapıb. Ona göre de bizdə bu birincisidir, bu ikincisidir, bu da üçüncüsüdür. Biz de indi bunlara uygun alfaları tapacağıq. Bu birinci olsun, bu ikincisi olsun, bu da üçüncüsü olsun. Cevaplarını yazaq. Baxaq uşaqlar. Bax burada deməli bu 8 alfa. Deməli fikir verin. Bu bucaq nə qədər olacaq? Bax bu bucaq. Bu da alfa olacaq. Düzdürmü? Alfa üstə gəl 8 alfa. Nəyə bərabərdir? Alfa üstə gəl 8 alfa. Bərabər 360 dərəcə. Tam bucaq əmələ gətirir də, aydınmı uşaqlar? Buradan da alfa bərabərdir. 9 eləyəndə 36-nı 360'ı 9'a böləndə eləyəcək 40 dərəcə. Birincidə 40 dərəcədir uşaqlar. Deməli baxaq görək orada 40 dərəcə B variantıdır. Deməli 1'e gedəcək nə? B variantı. Bax yazdım burada. Şimdi ikinciye gel baxaq da. Alfalar istəyirdi ancaq da ikinciden gel alfanı da bax. Bax fikir verin. Burada A1 A2'ye paraleldir uşaqlar. Belə çıxır ki bu da alfadır. Düzdürmü? Çarpaz bucaqlar olduğuna göre. Bax fikir verin, uzantısını özüm çəkirəm bunların. Deməli alfa üstə gəl 5 alfa. Alfa üstə gəl 5 alfa. Bu da tam bucaqdır. Bütöv. Bu da elə 360 dərəcə. Buradan da 5 alfa neye beraberdi? 6 alfa eləməyir. 366'ya böləndə 60 dərəcə eləyəcək. Deməli ikincidə 60 dərəcədir. İkincidə 60 dərəcə hansıdır? Hansı bucaqda orada ikincidə 60 dərəcə? A variantı. Deməli 1'e gedir, 2'ye gedir A variantı. 1'e B, 2'ye A. En nihayet üçüncüye gel bax. Bax bu düz xət uşaqlar. Bax bu A2. A1'e paraleldir. Bax fikir verin. Sadece olarak şəkil çəkilib burada. Deməli bu alfa, bu da alfa olacaq. Da çarpaz bucaqlardır. Alfa üstə gəl 2 alfa. Alfa üstə gəl 2 alfa. Bərabərdir 360 dərəcəyə oldu. Aydınmı? Tam bucaqdır bu da. Buradan da alfa nəyə bərabərdir? 3 eləyirdə 360'ı 3'e böləndə 120 dərəcə. Baxaq alfa 120 dərəcədə hansındadır? E variantında. Deməli 3'e də E variantı gedir. Bax fikir verin. 3'e E, 2'ye A, 1'e de B variantı gelir. Bu oldu 36 nömrəli çalışma. Şimdi baxaq 37 nömrəli çalışmaya. 37 nömrəli çalışmalarda şəkilləri çəkim yenə də. Sonra və bir də bu cürdür şəkil. Deməli belə verilib. Bu da oyub baxışlı. Belə yox. Bax belə bir formadadır. Aydınmı? Bax belə bir formadadır. Dən şəkili pozun başqa yenidən çəkin. Baba belədir uşaqlar.
Bu da bunun paralelidir. Aydındır mı? Bax belədir. Burada A1, A2 olsun. A1, A2 olsun. Bu da A1, A2 olsun. Aydındır mı? Şimdi burada deməli burada da ancaq alfalar tapacaq. Şimdi burada necə verir uşaqlar? Bunu verib 9 alfa. Bax bu 9 alfadır. Bu bucağı da alfadır. Birinci 36 nömrəli çalışmadakı kimidir? Asan çalışmadır uşaqlar. Onu da deyim ki, asan çalışmadır. Bu da 4 alfadır. Sonra bu deməli alfadır. Aydındır? Bu da 1,5 alfadır. 1,5 alfadır. Gəlin indi bunları baxaq birinciyə. Birincidə alfen deməli bu bucaq nədir? Alfa. Çarpaz bucaqlar olduğuna görə bu düz xətt buna paraleldir. Ona görə çarpazdır. Aydındır? Bu da eləyir neçə alfa? 9 alfa üstə gəl alfa. Bərabər neçəyə? 360 dərəcəyə. Alfa nəyə bərabərdir? 10 dənədir də 360 10-a bölürəm 36 dərəcə. Bu birincidir. Birincidə cavab baxım görək 36 dərəcə. A variantıdır uşaqlar. Bu A variantı. İkinciyə baxıram. Bax bu bucaq da alfadır. Düzdürmü? Çarpaz bucaqlar olduğuna görə yerlə. Deməli alfa üstə gəl 4 alfa, alfa üstə gəl 4 alfa nəyə bərabərdir? 360 dərəcəyə. Tam bucaqdır bu. Ona görə alfa ilə bərabər 360'ı 5'e böləcəyəm. 5 alfa eləyir axı. 5'e böləndə deməli 72 dərəcə. Elədirmi? Deməli alfa 72 dərəcədir. İndi ikincidə baxa görə 72 dərəcə hansıdırsa E variantı. Deməli 2'ye getdi E variantı. Üçüncüyə gəl baxaq. Uşaqlar yenə də baba fikir verin, bunu qırıq-qırıq da uzadıram. Biraz çəp düşüb də şəkil təsəvvür edin. Bu da alfadır uşaqlar. Alfa üstə gəl 1,5 alfa. Bax yazıram. Üçüncü deməli alfa üstə gəl 1,5 alfa. Bərabərdir 360 dərəcə. Bu da tam bucaqdır. Bu da eləyir neçə? 2,5 alfa. O da bərabərdir neçə eləyir? 360 dərəcə. Şimdi bunu böleyim de alfa neye beraberdir? Elə bil ki 360 bir sıfır atıram, bu da 25. Və belə böləcək. Aydın mı? Ne verir mənə? 1, 5, 11, 110'da 4, yüzde de 4. 144 derece. Bucaq olacaq 144 derece. C variantı. Deməli, üçüncüyə də nə gedir uşaqlar? C variantı. Bax, bu da C variantı. Deməli 1'e A, 2'ye Y, 3'e də C gedir. Bu da 37 nömrəli çalışmanın həlli. 38 nömrəli çalışmaya baxalım. 38 nömrəli çalışmada 3 dənə paralel düz xətt verilir. 3 dənə paralel düz xəttdir və bir kəsən də verilir. Burada bunu alfa verilib, bunu beta verib, bunu da gamma verib. Bu da gammadır. Və belə verib bucaqlar. Neydir? Uyğunluğu müəyyən edin. Uyğunluqlara baxaq indi. Birincidə verib alfa bərabərdir 30 dərəcə. Gəl bunu yazaq görək. Buna uyğun. Özdəki gamma çıx alfadır, gamma çıx betadır. Bunların hamısında gamma da tapılmalıdır, alfa da tapılmalıdır. Gəlin birincini həll eləyək, qutaraq, sonra obursuna baxaq. Birincini həll eləyək, dəndə gammanı da tapaq, betanı. Bax, bu beta qarşısında yazıram. Beta nəyə bərabərdir? Alfaya bərabərdir. Bu da 30 derece olacak. Gamma neye beraberdir? Gamma da beraberdir. Bak bu bucağına demişəm sizə. Bir kör bir iti bucaq. Cəmi 180'dir. Deməli gamma beraber olacak 180 dereceden çıxacaq nəyə 30 derece. Yani alfanın qiymətini. Bu da elə 150 derece. Bak bu birincidir. Şimdi gəlin baxaq burada gamma çıx alfaya da baxaq. Bak gamma çıx alfaya da. Gamma çıx beta'ya da baxaq. Aydın mı? Orada olardı da ancaq gamma çıx alfalar, gamma çıx betalar. Şimdi bərabərdir. Gamma neçədir burada? 150. 150 dərəcədən çıxıram. Alfa neçədir? 30 dərəcə. O da bərabərdir 120 dərəcə. Deməli, gamma çıx alfa 120 dərəcə. Baxa görək orada bax B variantı verilir uşaqlar. Deməli 1'e gedəcək nə? Bax burada yazıram. 1'e gedəcək B. Burada altında yazdım. Sonra gəl gamma çıx beta'dan da bax. Axtaraq tapaq. Gamma neçədir? 150 dərəcə. O da çıxılsın beta neçədir? O da 30 dərəcə. O da bərabər neçə eləyir? 120 dərəcə. Deməli gamma çıx beta da 120 dərəcə. Varmı orada? C variantıdır. Yazıram. Deməli 1'e C də gedir. Bax bunların ikisi getdi 1'e.
İkinciyə baxıram indi. İkincidə deməli beta 40 dərəcədir. Beta bərabərdir 40 dərəcəyə. İndi bura fikir verin uşaqlar bu şəkildə. Bax beta 40-dır. Beta 40 dərəcədirsə alfa da 40 dərəcə olacaq. Aydınmı? Hər ikisi iti bucaqdır. Paralel düz xətləri kəsənlə çəkilibsə hər ikisi iti bucaqdır. Mən orada adlarını deməyəcəyəm uşaqlar. Bir tərəflidir. Lazım olar bir tərəfli bucaqlar, uyğun bucaqlar, çarpaz bucaqlar. İndi onlar lazım olar deyəcəyim onları. Aydınmı? Sizə lazımdır bu məsələnin həllini başqa şey haqqında fikirləşməyin. Demişəm sizə. Paralel düz xətləri, üçüncü düz xətlə kəsdinmi? Deməli iti bucaqlar bir-birinə bərabər olur. Kör bucaqlar bir-birinə bərabərdir. Körlə iti bucağın cəmi də 180 dərəcədir. Məsələlər bunlarla həll olunur uşaqlar. İndi mən də beta 40 dərəcədirsə, alfa da neçə dərəcədir? 40 dərəcədir. Deməli, bir kör bucaq, bir iti bucaq. 180 dərəcə verir mənə. Deməli, qamma nəyə bərabərdir? 180 dərəcədən çıxacağım 40 dərəcəni. Bu deyilir neçə? 140 dərəcə. İndi gəl burada qamma çıx alfalar tapaq. Bərabər. Qamma neçədir? 140 dərəcə. 140 dərəcədən çıxıram nəyi? Alfanı. 40 dərəcəni. O da bərabərdir 100 dərəcəyə. Bir də uşaqlar, qamma çıx betanı da yazın. 140 dərəcədən çıxacaq, beta neçədir? O da 40 dərəcə. O da bərabərdir 140 dərəcəyə. Aydındırmı? İndi gəl baxaq. Qamma çıx alfaya baxaq birinci. 140 olan varmı? Qamma çıx alfa. Yoxdur. Sonra qamma çıx alfa bərabərdir. Bu 100 dərəcədir. Qamma çıx alfa 100 dərəcə varmı? 100 dərəcə. D A variantı. Deməli 2'ye A variantı gedir. Baxmıyor, tərziyə aldım. Sonra qamma çıx deməli beta var 100 dərəcə. Bəs qamma çıx alfa 100. Qamma çıx alfa yoxdur orada. Deməli bu A getdi ikinciyə. Üçüncüyə baxıram. Üçüncüdə isə verib mənə qamma neçədir? Qamma bərabərdir 130 dərəcə. İndi alfa nəyə bərabər olacaq? Beta nəyə bərabər olacaq? Onlar ikisi də bir-birinə bərabərdir uşaqlar. O da bərabərdir. Qamma ilə alfanın cəmi və yaxud qamma ilə betanın cəmi 180 olduğuna görə 180-dan çıxacaq nəyi? 130 dərəcə. Bu da eləyəcək 50 dərəcə. Deməli alfa da beta 50 dərəcədir. İndi gəl buradan uşaqlar. Qamma çıx alfanı tapaq. 130 dərəcədən çıxacaq 50 dərəcəni. Bu mənə verəcək, deməli 80 dərəcə. Bir də qamma çıx betanı da tapıram. Bu da mənə 130 dərəcədən yenə də 50 dərəcəni çıxacaq. Bu da verəcək mənə 80 dərəcə. İndi baxaq görək 80 dərəcə varmı orada? Var. Bir də qamma çıx alfa. Qamma çıx alfa 80. Deməli bu da hansı variantdır? D variantı. 3'e də getdi, bax D variantı. Başqası yoxdur ki? Yox. Bunlardır. Deməli 1'e gedir B'si. 2'ye gedir A, 3'e de gedir D. Bak bu çalışmanın həlli budur. Sonra 39 nömrəli çalışmaya baxaq. 39 nömrəli çalışmaya. Deməli burada da həmin paralellərdir çəkilib. 3 dənə paralel düz xətdir. Kəsən çəkilib. Burada bu bucaq qammadır. Bu bucaq betadır. Bu da alfadır. Bu da alfadır. Alfa da beta bərabərdir. Bax bu D1 yazıb, D2 yazıb, D3 yazıb. Bunlar bir-birinə paralellərdir uşaqlar. Deməli alfa betaya bərabərdir. Alfa betaya bərabərdir. O da bərabərdir 180 çıxılsın qamma. Qamma. Aydınmı? Ya da qamma nəyə bərabərdir? 180 çıxılsın beta. 180 dərəcə çıxılsın alfa. Eyni şeylərdir. Aydın oldu bu deməkdir. O. İndi gəlin baxaq birincidə. Ne deyil? Alfa bərabərdir 110 dərəcəyə. Bizdən ne? Burada da beta çıx qammaları, alfa çıx qammaları istəyir. Baxaq. Deməli gəl tapaq bunları. Alfa 110 dərəcədirsə, beta da uşaqlar. Nəyə bərabərdir? Bax buradan alıram da bunları. Düzdürmü? Beta da bərabərdir 110 dərəcə. Bəs qamma nəyə bərabərdir? Qamma. Qamma bərabərdir 180-dan bu kör bucaqlardan birini çıxacağım da 180 dərəcə çıxılsın. Neçə? 110 dərəcədir də bunlar, düzdürmü? Çıxıram 110 dərəcəni. Bu da bərabər neçə eləyir? 70 dərəcə. İndi burada bizdən deyir ki,
beta çıx alfanı tapın və beta çıx qammanı və yaxud alfa çıx qammanı. Bunları tapaq, baxaq hansı uyğun gəlirsə onu yazacağım da. Beta bizdə neçədir? 110 dərəcə, düzdürmü? Alfa da 110 dərəcə. Deməli 110 dərəcədən mən çıxacağam nəyi? 70 dərəcəni. Bu verəcək mənə 40 dərəcə. Yaxşı, beta çıx qamma nə deməkdir? O da elə 110 dərəcədən çıxacağam nəyi? 70 dərəcəni. O da verəcək mənə 40 dərəcə. Bunların hər ikisi 40 dərəcədir. İndi baxaq görək. Beta çıx qamma 40 dərəcə. Deməli 1-ə gedir A variantı. Bax burada altında yazıram. A variantı. Aydındırmı? Bax dairəyi də aldım uşaqlar. Sonra beta çıx, alfa çıx qamma var mı? 40 dərəcə. Alfa çıx qamma yoxdur. Keçirəm bax ikinciyə. İndi ikincidə deməli beta neçədir orada? 120 dərəcə. Düzdürmü? İndi gəl 120 dərəcə üçün bunu işləyək. Beta 120 isə alfa da neçə olacaq? Bax buradan alıram. Alfa da bərabərdir 120 dərəcə. Bəs qamma nəyə bərabərdir? Qamma da bərabərdir 180-dan çıxacağım bax bu bucağı. Və yaxud alfanın qiymətini 180-dan, çünki üçü də bir-birinə bərabər olur. 180-dan çıxacağım 120 dərəcəni. O da bərabərdir 60 dərəcə. Aydınmı? İndi gəlin uşaqlar. Burada beta çıx qammanı hesablayayım. Bir də alfa çıx qammanı hesablayayım. Baxaq. Bucaqlar burada nədir? Nə yerdədir bu fərqlər? Baxaq. Beta 120 dərəcədir. Ondan da çıxıram qamma neçədir? 60 dərəcə. Bərabər nəyə? 60 dərəcəyə. Sonra alfa çıx qamma 120 dərəcə, alfa 120'dir. Çıxıram yenə də 60 dərəcənin qamma 60'dır. Bu da eləyir 60 dərəcə. Baxaq. Beta çıx qamma 60. Beta çıx qamma 60. Bir də D variantı. 2'ye getdi D. Sonra baxaq, obursunu da yoxlayaq. Alfa çıx qamma. Alfa çıx qamma 60. Bu da B. Bayağı B'ni də yazdım burada. İkisi getdi. İndi baxıram, deməli üçüncüyə. Üçüncüdə nədir? Üçüncüdə deyir ki, qamma bərabərdir neçəyə? 50 dərəcəyə. İti bucağı verib mənə indi. İndi burada qamma 50 dərəcədirsə, alfa nəyə bərabərdir? Bax, alfa o da bərabərdir beta. Bilirik, bunlar bərabərdir, düzdürmü? Hər ikisi kör bucaqdır. Onlar bərabərdirsə, onda deməli alfa bərabərdir beta, o da bərabərdir 180'dan çıxacağım nəyi? Qammanın qiymətini 50 dərəcəni. O da eləyəcək 130 dərəcə. Aydınmı? İndi baxaq. Qamma çıx, yox, başlayın. Alfa çıx qammaları istəyir bizdən oradan da. Bir də beta çıx qammanı. Bərabərdir. Alfa neçədir? 50 dərəcə. Çıxılsın qamma neçədir? 130 dərəcə. Aydınmı? Qamma. Yəni bağışlayın. Alfa 130 dərəcədir uşaqlar. Tələsdim. Alfa 130 dərəcədir. O da çıxılsın qamma 50 dərəcədir. Bizdən alfa çıx qammalar istəyirdi də, elə demir uşaqlar. Yəni baxın görək hansıydı orada? Bəli, alfa çıx qammalar istəyir də. Bu da eləyir, deməli, alfa 130 dərəcə. O da çıxılsın qamma da 50 dərəcə. O da bərabərdir 100, neçə eləyir? 100 yox, 80 dərəcə. Elə demir, 80 dərəcə. Sonra beta çıx qammaya baxaq. Beta 130 dərəcədir. 130 dərəcə, o da çıxılsın qammadakı 50 dərəcədir. O da bərabərdir 80 dərəcə. İndi gəl bunlara baxaq uşaqlar. Deməli, burada alfa çıx qamma 80'dir. Alfa çıx qamma 80 yoxdur. Amma beta çıx qamma 80 olması var. E variantı. 3'e də getdi E variantı. Bax, fikir verin. Təkrar edirəm. Birinci variantı getdi A variantı. 2'ye getdi D, B bəndləri. 3'e də getdi E variantı. Aydındır mı uşaqlar? Keçirəm 40 nömrəli çalışmaya. 40 nömrəli çalışmada nedir? Burada da şəkillər 3 dənə şəkil var. Çəkək bu şəkilləri. Sonra məsələnin həlli haqqında danışaq. D1, D2. Bunlar D1, D2'ye paraleldir. Bu beta ilə işarə olunub. Bu bucaq 60 dərəcədir. 60 dərəcə. Bu da 80 dərəcədir. 80 dərəcədir uşaqlar. Keçirəm obursuna. İkinciyə.
Deməli bu belədir. Buradan perpendikulyar çəkilir və belə çəkilir. Bax bu 90 dərəcədir. Orada var 90 dərəcəlik. Bu da D1'dir. Sonra üçüncünü də çək. Üçüncüdə nədir? Üçüncüdə belə verilir uşaqlar. Bax bu da belə. Bunların paralelliyi var da. D1, D2'ye nədir? Paraleldir. Burada nə verib bizə? Bunu verib bizə betadır. Sonra bu da 50 dərəcədir. Bu da 50 dərəcədir uşaqlar. Burada da bizə deməli bu birincidir. Bu ikincidir. Bu da üçüncü şekildir. İkinci şekilde de verilenleri yazın. Bu 30 derecedir. Sonra bu betadır. Betadır. Bu da düzbucaqdır. Böyle bir çalışma verib bizim uşaqlar. Şimdi baxaq burada bunları bir neler istəyir bizdən. Burada nedir? Betaları tapacaq. Bəli, hamısında betaları tapacaq. Tapaq betalar. Uşaqlar fikir verin. Bax burada deməli beta nəyə bərabərdir? Bax gəlin istəyirsiniz. Bax isbatı ilə də deyim sizə. Bax fikir verin. Bu neçə olacaq? 80. Düzdür? Beta nəyə bərabərdir? Özü ilə qonşu olmayan bucaqların, daxili bucaqların cəminə. Yəni burada betanı dərhal da yaza bilərsiniz. 80 üstə gəl 60. Beta bərabərdir 80 üstə gəl 60. Bu nə verir bizə? 140 dərəcə. Düzdürmü? Deməli birincidə 140 dərəcə beta. Deməli 1'e gedir A variantı. Düzdürmü? A variantı. Sonra baxaq bir də ardında nə? Beta açıq bucaq var orada. Beta açıq bucaqdırsa deməli 140. Aydınmı? D variantı da neçə biz buradan hesabladıq da elədir mi? Bəli, D variantı da gedir bura. Yazıram D variantı. Açıq bucaq. Oy vay. Baxışdan kör bucaq demir. Açıq bucaq deyir. D variantını mən hara yazdım? Ay uşaqlar fikrimdə burada açıq sözünə baxıram. Elə biləm açıq bucaq deyir. Açıq bucaqdan böyükdür bu. Aydınmı? A variantı gedir bunu bir də. Baxaq ikinciyə. İkincidə də uşaqlar, bax fikir verin, bu 90 dərəcədir. Aydınmı? Belə gəlsəydi 90'dan kiçik, 90'dan kiçik olsaydı belə, onu yaza bilməzdik. Amma burada da uşaqlar, elə bilin ki, perpendikulyardır, beta elə bu cəmə bərabər olacaq. 30 ilə 90'ı cəminə. Bax fikir verin, uzantısını çəkəndə uşaqlar, bu bucaq 30 dərəcədir. Elə deyilmi? Bu da 90'dır da. Yenə də beta nəyə bərabərdir? 30 üstə gəl 90. Beta bərabərdir 30 üstə gəl 90 dərəcə. Bu da neçə dərəcə verir bizə? 120 dərəcə. Aydınmı? Beta 120 dərəcədir. Beta 120 dərəcədirsə burada var idimi? Bir də E variantı. 2'ye gedir E variantı. Bax ikinciyə E variantıdır. Aydınmı? Sonra yox, böyük deyil. Açıq bucaqdan böyük deyil. Bayaqlar çaşdırdı mən o. Açıq sözünü baxdım, elə bilim açıq bucaqdır. İndi baxa açıq bucaqdır deyir. Baxaq, burada da uşaqlar, baxa betanı tapacaq. Bax bu bucaq nəyə bərabərdir? 50 dərəcəyə. Düzdürmü? Bütün bunun cəmi nə qədər eləyir? Bax 50 üstə gəl beta bərabərdir 360 dərəcəyə. Beta nəyə bərabərdir? 360'dan 50'ni çıxacağım da 310 dərəcə. Aydınmı? İndi üçüncüyə baxaq nə gedir? Üçüncüyə. Deməli 310 dərəcə. C variantı. Yenə də var. Açıq bucaqdan böyükdür. D variantı uşaqlar. Açıq bucaqdan böyükdür deyir. Bu da 310 dərəcədə. Açıq bucağımız 180 dərəcə idi də. Aydınmı? Deməli burada bir variant qaldı. A variantı 1'e gedir. Sonra Y variantı 2'ye gedir. Aydınmı? 3'e de C ilə D gedir. Məsələn həlli bax belə həll olur. Keçək ondan sonra gələn çalışmaya. 41 nömrəli çalışmaya. Baxaq 41 nömrəli çalışmada nedir? Orada da şəkilləri əvvəl çəkək uşaqlar. Bax, deməli bu bir şəkil. Bu bir şəkil. Sonra bu ikinci şəkil çəkirəm. İkinci şəkil. Deməli üçüncü şəkildə də uşaqlar. Deməli necədir? Üçüncü şəkil. Bunlar belə verilib. Paralellərdir bunlar. Bunlar paralellərdir.
Belə, bu da biraz uzun verilir. Deməli, gəl yazaq, elə buradan başlayaq üzərində. Bu alfadır. Bu 150 dərəcədir. Bu 150 dərəcədir. Bu da 140 dərəcədir. 140 dərəcədir. Aydındır mı? Sonra bu 170 dərəcədir. Bu 30 dərəcədir. Bu da alfadır. Bunlar verilib bizə. Sonra burada isə bu 80 dərəcədir. Bu verilib 130 dərəcə. Bu da verilib alfa. Burada neyi istəyir bizdən? Alfanın qiymətlərini. Gəlin birinci şəkillə işləyib baxaq. Birinci şəkilə baxaq. Deməli, burada nəyə bərabərdir? Alfa. Baxaqın uşaqlar, bax. Belə də çəkə bilərəm. Çəkin belə istəyirsiniz. Ya da belə, yaxud da belə də çəkə bilərəm uşaqlar. Fərqi yoxdur, heç bir fərqi yoxdur. Bax, bu bucaq neçə dərəcədir? Bu bucaq. 130'dan çıxacağım neçəni? 180'dan çıxacağım 130. 130. Verir mənə 50 dərəcə. Deməli, bu bucaq 50'dir. Bu bucaq nədir uşaqlar? Bu da alfadır da. Aydındır mı? Paralel düz xətlərdir. Bu da üçüncü düz xət kesib. İki bucaqlardır. Ona görə də bu da alfadır. Elədir mi? Bu da 50 dərəcədir. Şimdi burada alfa üstə gəl 80, üstə gəl 50 dərəcə. Nəyə bərabərdir? Üç bucağın daxili bucaqların cəmi 180 dərəcə. Buradan da alfa bərabərdir 180'dan bir də 130'u çıxacağım. Elədir mi? Bunların cəmi 130 olur da 50 dərəcə. Alfa 50 dərəcədir. Orada hansıdır? Deməli, baxaq, B variantı. Deməli, 1'ə getdi nə? B variantı. Düzdürmü? Variantları çaşdırmayaq. B variantı. Bəli, alfa yazılır. B variantı. Yine ikinciyə gəl baxaq. Buna baxaq. Bu birincinin həllidir. Bu da ikincinin həllinə baxaq. Burada uşaqlar, əgər belə getsəydi içəri, o başqa idi. Onları belə bir formada gəlsəydi, burada alfa olsaydı, alfa bu bucaqla bunun cəmidir. Amma burada isə uşaqlar, burada özü 30 dərəcə yuxarıdakidir. Bu nəyə? Bu neçə dərəcə olacaq? 180'dan 150. 30'u çıxanda 150. Burada isə uşaqlar alfa üstə gəl 150 dərəcə, üstə gəl 170 dərəcə, bərabərdir 360 dərəcə verəcək bizə. Tam bucaq verəcək. Aydındır mı? Buradan da alfa nəyə bərabərdir? Bu 200, 320. Bu da elə 360'dan 320 çıxanda 40 dərəcə. Alfa 40 dərəcə var mı orada? Düz çıxmışam. Var. Deməli, E variantıdır. 2'yə gedir E variantı uşaqlar. Üçüncünü baxıram. Burada. Bu da həmin məsələ kimidir də uşaqlar. Həmin məsələ kimidir. Alfa üstə gəl 150 dərəcə, üstə gəl 140 dərəcə. O da bərabərdir 360 dərəcəyə. Alfa nəyə bərabərdir? 360 dərəcədən çıxacaq. Bunlar əşfa çıxırdım uşaqlar yuxarıdakilər. Bu neçə elə? 290. Elə də göl 290 dərəcə. O da bərabərdir 60, o da 10 dərəcə. 70 dərəcə. Alfa 70 dərəcə. Orada var 70 dərəcə. Deməli, A variantıdır. Aydındır mı? Alfa 70 dərəcədir. 70 dərəcə. Alfa 3'ə yazıram 70 dərəcə. Neçənci idi o? A variantıdır. 3'ə A variantını yazıram. Burada bir fikir verin. A 60'dan böyüdür. C də gedir ha buna. Aydındır mı? 70 dərəcə böyüdür. C də gedir buna. Deməli 1'ə B, 2'ə E, 3'ə də A, C variantları gedir. İndi 42 nömrəli çalışmanı yazır. Bunların şəkillərini çəkək əvvəl. Paralellərdir. Paralel düz xətlərdir. Bu belə. Bir də bu formada belə gedir. Burada 150 dərəcədir. Burada 45 dərəcədir. Sonra bu da alfadır. Bu da alfadır. Bu birinci şəkildir uşaqlar. İkinci şəkilə də gəl baxaq. İkinci şəkildə belə bir formadadır. Belə şəkildir. Və üçüncü şəkildə deməli paralellərdir. Buradan paralellərdir. Sonra belə bir şəkil.
Burada 20 derecedir bu. Bu 65 derecedir. Bu da deysen alfa idi. Bəli, alfadır. Bu üçüncüsüdür şuralar. Bu üçüncüdür, bu ikincidir, bu da birincidir. Bu da birinci şekilde. Sonra ikincide ne verilib mənə? İkincide bu verilib 295. 295. Bu da alfadır. Bu da 25'dir. 25 derecedir. Sonra birincide ise 45, 150 bu da alfadır. Verilib. Tələb burada alfaları tapmaqdır. Tapağın alfalar. Bax, şöyle burada uzantını çəkirəm. Bax, bunun uzantısını. Aydınmı? Qırıq-qırıq xəttinə. Bax, bu bucaq. Deməli, bu bucaq neçə olacaq? 180-dan 150-ni çıxıram. Bu oldu 30 derece. Düzdürmü? Bu bucaq nəyə bərabərdir? Bu 45-dirsə uşaqlar. Aydınmı? Bu bucaq buna bərabərdir. 45 də 180-dan 45 çıxanda 135. Bu da xarici bucaqdır. Alfa bərabərdir. Nəyə bərabərdir? 30 derece özü ilə qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Üstə gəl 135 derece. O da bərabərdir 165 derece. Deməli alfa burada 165 derecedir. Bu birincidə varmı orada 165 derece? B variantıdır. Yazdım B variantı. Keçirəm ikincini hesablamağa. Deməli burada. Bax, burada bunun uzantısını çəkirəm. Bax, uzantısını çəkdim. Bu alfadır. Düzdürmü? Bu alfadır. Şimdi bu bucaq neçə derecedir? Bax, bu bucaq. 360'dan çıxacağım 295. O da bərabərdir 65 derece. Düzdürmü? Deməli bu 65 derece oldu. Şimdi 65 derece nəyə bərabərdir? 65 derece. Bərabərdir özü ilə qonşu olmayan daxili bucaqların cəmini. Üstə gəl 25 derece. Buradan da alfa bərabərdir 65'dən 25'i çıxıram 40 derece. Deməli 2'də alfa neçə derecedir? 40 derecedir. E variantı. 2'ye getdi E variantı. Sonra burada alfa 2 bucaq söhbəti də var ha. D variantında. Deməli 2'ye D də gedəcək. Üçüncüyə gəl baxaq. Üçüncüdə deməli baxaq bunun uzantısını çəkirəm bura. Bax, çəkdim uzantını. Burada 20 derecedirsə uşaqlar, bu da 20 derece olacaq. Çarpaz bucaqlar olduğuna görə paraleldir, bu da kəsənidir. Düzdürmü? Sonra bu da 65 derecedir. Bu bucaq nə qədər olacaq? Bax, bu bucaq. Bu bucaq olacaq 180, bax kənarda çəkirəm. Bax, oxla göstərim. 180 derece çıxılsın alfa olacaq. Aydınmı? Yaxud heç 180 çıx alfa yazmayayım. Gəlin belə yazaq istəyirsiniz. Xarici bucaq kimi bu üç bucaqda deməli xarici bucaq bunu alfanı saxlayıb. Bu bucaq neçə derece olacaq? 180'dan 65 çıxanda 115 derece. Düzdürmü? Alfa nəyə bərabər olacaq? Özü ilə qonşu olmayan daxili bucaqların cəmini. 20 üstə gəl 115 derece. O da bərabərdir 135 derece. Alfa oldu neçə derece? 135 derece. Orada var mı? A variantı. Deməli bu üçüncüyə də gedir nə? A variantı. Oldu mu uşaqlar? Deməli 1'e getdi B, 2'ye getdi E, D, 3'e də getdi A. Baxıram 43 nömrəli çalışmaya. 43. 43'ün şəkillərini çəkək. 3 dənə şəkildə orada da deməli paralellərdir. Bu da kəsənidir. Biri budur. İkincidə qarşılıqlı bucaqlardır. Kəsişir. Üçüncüdə də belə bir paralellər verib uşaqlar. Paralellər verib. Bir də bunu verib belə. Aydınmı? İndi baxaq, onları yazarıq. Bu A'dır, bu B'dir, bu üçüncüdür özüdür. Bunlar paraleldir. Burada bütöv bu bettadır. Aydınmı? Bu da alfadır. Bu da alfadır. Sonra bunu şey verib. Nədir o? Tərəf tələb olunur bəyəm? Yox, kəsən kimi verib onu. Sonra kəsişən düz xətlərdir. Bu alfadır, bu da bettadır. Aydın məsələdə alfa bettaya bərabər olacaq. Bu A düz xəttidir, bu da B düz xətdir. Kəsir. Burada isə
Alfadır, bu da betadır. Betadır. Bu C'dir, bu da A düz xəttidir, bu da B düz xəttidir. Baxaq şərtinə baxaq. Bucaqlar üçün uyğunluğu müəyyən edir. A və B paralel düz xətlər, C isə kəsəndir. Baxaq burada nə verir bizə? A və B daxili bir tərəfli bucaqlardır. Deməli birincidə alfa və beta daxili bir tərəfli bucaqlardır. Bax bu 1-ə gedir uşaqlar. Alfa ilə beta. Bu birinciyə gedir. Deməli A variantı getdi 1-ə. Sonra alfa ilə betanın cəmi 360 dərəcədir. Alfa ilə betanın cəmi 360 dərəcədir. Bu da tam bucaqda bu. İkincidə də 3-ə də bu ikinci olsun, bu da üçüncü olsun. Üçüncüyə də gedir hansı B variantı. B'ni oxuduqda düzdürmü? Sonra alfa və beta qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar da C variantı idi orada. Ha, bəli. O gedəcək deməli 2-yə. C variantı. Sonra nedir orada? Alfa ilə betanın cəmi 180 dərəcədir. Alfa ilə betanın cəmi 180 dərəcədir. D variantı 1-ə gedəcək. Bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Ola biri kör olur, biri it olur. Sonra alfa ilə betanın fərqi isə nəyə bərabərdir? 20 dərəcəyə. E variantı. Aşağıda burada heç bir qiymət vermir. Mən onun 20 dərəcə olmasını yaza bilmərəm. Ona görə də 1-ə gedir AD, 2-yə gedir C, 3-ə də gedir B variantı. Bu da 42 nömrəli çalışmadır. İndi də 44 nömrəli çalışmanı yazaq. 44. Şəkilləri çəkək. Deməli, baxın burada belə bir şəkil verilib bizə. Buradan da düz xətt çəkilib. Belə bir şəkildir. Bu 115 dərəcə. Bu alfadır. Bu da betadır. Bu da betadır. İkinci şəkilə baxaq. Deməli, paralellər çəkilib. Paralellərdir bunlar. Sonra belə bir şəkildir şu an. Burada 75 dərəcədir. Bu verib 50 dərəcədir. Sonra bu betadır. Bu da alfadır. Bu şəkildə belə verilib. Və üçüncü şəkili də çəkim. Deməli, bu belədir. Buradan çəkirəm aşağı. Bu da belə bir şəkildir. Burada nə verib? Bu betadır. Sonra bu 135 dərəcədir. Bu da alfadır. Bu da 100 dərəcədir. 100 dərəcədir. Burada nələri istəyir bizdən? Betaları, betaları, bir də alfa çıx betaları. Yəqin alfa da lazım gələcəkdə. Gəlin bu birinci şəkil olsun. Birinci şəkil üzərində işləyim. Sonra keçim ikinciyə. Növbə ilə. Bu da ikinci şəkildir. Bu da üçüncü şəkildir. Baxaq. Bax uşaqlar. Burada deməli birinci şəkildə burada 45 dərəcədə verib. 45 dərəcə. Bax fikir verin. Beta nəyə bərabərdir burada? 45 dərəcəyə. Düzdürmü? Çünki çarpazdır. Alfanı gəl tapaq. Alfa da bərabərdir 180-dan çıxacağam 115 ilə 45-in cəmini. 115 dərəcə üstə gəl 45 dərəcə. O da bərabərdir. Bərabərdir. 180 dərəcədən çıxıb bunların cəmi neçə verir? 160, düzdürmü? 160 dərəcə. O da bərabərdir 20 dərəcə. Deməli alfa nəyə bərabərdir? 20 dərəcə. Gəl betanı da tapaq hazır. Lazım gələcək orada da bizə. Beta nəyə bərabər? Betanı yazdıq da 45 dərəcə. Deməli beta 45 də alfa da neçə dərəcədir? 20 dərəcədir. Yəni gəl baxaq görək. Alfanın 20 dərəcə olması, betanın 45 Y variantı. Deməli birinciyə gedir Y variantı. Aydınmı? Çıxanda da neçə qalır? 35 25. Aydınmı? 35 var burada. 25. Deməli 1-ə Y getdi. İkinciyə gəl baxalım uşaqlar. Bax bu bucaq neçə dərəcə olacaq? 180-dan çıxacağam nəyi? 50 ilə 75-i. Düzdürmü? Bu olsun x. Bax x bərabərdir.
Bu da bərabərdir 180 dərəcə çıxılsın. Bunları toplayanda 125 eləyəcək. Elədir mi? 125 dərəcə. Bu da eləyir 45, 55 dərəcə. 55 dərəcə. Orada 55 dərəcə varmı? Baxaq, yoxdur 55 dərəcə. Var, beta. C variantı. Deməli 2-yə bax ikincini yazıram. C variantı gedir bura. Aydınmı? İndi x-dir də 55. Beta da 55 olduğuna görə onu axtarıb tapdım. Aydın oldu mu? İndi alfanı da gəl tapayıq da. Alfa nəyə bərabər olacaq? Alfa da bərabərdir. Bax 180 çıxılsın. Biri kördür, biri iti bucaq. Kördür, iti bucaq. Bunlar da paralellərdə. Onda ikisinin cəmi 180'dir. Bir tərəfli bucaqlar da daxili. 180'dan çıxacaq betdan. O da bərabər 180 çıx 55. Bu da nəyə bərabərdir? 125. Düzdürmü? 125 dərəcə. 125 dərəcə burada yoxdur. Amma uşaqlar, indi gəl baxaq görək. Çıxanda 125'dən 55'i. Alfa çıxılsın bettanı yazaq görək. Tapaq onda da. 125'dən çıxaq 55'i. Bu nə verir mənə? 0. 12'dən də 5. 7. Deməli 70 dərəcə. Bax B variantına baxın uşaqlar. 2'yə B də gedir. C də gedir 2'yə. B də gedir. Aydın oldu. 1'ə Y getdi. İndi baxaq 3-cünü həll edək. 3-cüyə baxaq. 3-cüdə alfanı tapa bilərik. Alfa nəyə bərabərdir? 360 dərəcədən çıxacaq 135 dərəcəni. Baxaq. Yazım alt-alta qoy çıxım ki, bir səhv eləməyim də. 360, 135 dərəcə. 360, deməli 360 dərəcə. Bir də 35. Deməli 5, burada 2 qalır. 2 qalır. Burada da deməli 2 qalır. 225 dərəcə. 225 dərəcə. Deməli alfa nəyə bərabərdir? 225 dərəcə. Alfa bərabərdir 225 dərəcə. İndi bettanı tapmaq lazımdır uşaqlar. Bettanı necə taparıq? Baxaq. Və bunu gəl uzantısını çəkək. Bu bucaq neçə dərəcə olacaq uşaqlar? 135 dərəcə. Bəs bu y bucağı nəyə bərabərdir? Bax y bucağı. Y bucağı bərabər 180'dan çıxacaqsa 135 dərəcə. Bu da eləyəcək 45 dərəcə. Deməli y 45 dərəcədir. Gəl bettanı tapaq. Betta bərabərdir 180'dan çıxacaq 100 ilə 45'in cəmini. 100 ilə 45'in cəmini. O da bərabərdir. Bunu xarici bucaq kimi də tapa bilərdik. Yox, xəstəsin. Ziyan yoxdur. Tapmışam da bu cürdə tapmışam. Belə də yazaq. Bu eləyir 145. Cavab olacaq neçə? 35 dərəcə. Deməli beta nəyə bərabərdir? 35 dərəcəyə. Baxaq orada. Beta A variantında. Deməli 3'ə A variantı uyğun gəlir. A variantı. Sonra bir də uşaqlar orada alfa çıx betalara da baxaq da. Deməli alfa neçədir bizdə? 225. 225'dən çıxacaq nəyi? 35'i. Elədir mi? Beta 35'dir də alfa çıx beta. Yəni baxaq bu 190 eləyir deyilsin elə. 190 dərəcə. D variantı. D'də uşaqlar 3'ə uyğun gəlir. Deməli 1'ə E, 2'yə C, B, 3'ə də A, D. Bu variantlar uyğun gəldi. Bu da 44 nömrəli çalışma. İndi baxaq 45 nömrəli çalışmaya. 45 nömrəli çalışmaya. Birinci şəkli çəkirəm. Sonra bu birinci şəkil alfadır bu. Bu verəcək mənə 110 dərəcə. Bu verəcək 150 dərəcə. Verilib bizə daha doğrusu. Bunlar da paralellərdir. D1, D2'ye nədir? Paraleldir. Sonra o biri şəklə baxaq. 2 dənə paraleldir. 2 paralel verilib burada. Bu şəkillərə baxaq görək. Burada
Biri belə gəlib, biri belə gəlib, biri də belə gəlib. Bu şəkillərdir. Bu da D1'dir. Bu da D2'dir. İndi baxaq. Bu elədir 30 dərəcə. Bu elədir 40 dərəcə. Bu elədir alfa. Bir də bu da elədir 20 dərəcə. Böyle bir çalışmalar verilib bizə. Şimdi sonra üçüncünün də şəklini çəkim. Bax, belə bir şəkillər verilib. Və belə bir şəkil verilib. Burada 48 dərəcə. Bu eləyir alfa. Bu da neçə dərəcə? 42 dərəcə. Aydınmı? O da 42 dərəcə. İndi baxaq bunlara görə bunları necə həll edək. Bu birincidə. Deməli, alfa nəyə bərabərdir? Alfa üstə gəl 110 dərəcə, üstə gəl 150 dərəcə. Bu 360 dərəcədir. Bu aydınmı? Burada alfa bərabərdir 360 dərəcədən çıxacağım bunların cəmini 260'ı. Bu elədir 100 dərəcə. Burada alfadır. Bizi alfaları tapmalıydı. Alfaları tapmalıyıq. Bu alfa budur. Şimdi bura baxaq görək. Burada necə yazalım uşaqlar? Alfanı tapmaq üçün. Ya sənə mən deyən görək. Burada alfanı tapmaq üçün deməli baxaq bir dəqiqə. Bunu uzantısını çəkin bura görək. Bu elədi 30 dərəcə. Düzdürmü? Bu eləyəcək neçə dərəcə? Bu eləyəcək 180'dan 40 çıxanda 140 dərəcə. Elədirmi? Bu nə verəcək mənə? Bu da 180'dan 20 çıxanda 160 dərəcə. Deməli 140 dərəcə, üstə gəl 160 dərəcə, üstə gəl 30 dərəcə, üstə gəl alfa. Bərabərdir 360 dərəcə. Konkret düsturlardan istifadə etmədim. Qurumunu apardım. Yazdım belə. Burada da alfa nəyə bərabərdir? Bunların cəmi neçə elir? 330. 360'dan da 330'u çıxanda 30 dərəcə. Alfa burada 30 dərəcə olur. Burada baxaq görək uşaqlar. Deməli, burada alfa nəyə bərabər olacaq? Alfa bərabərdir. Fikir verin uşaqlar, çəkin belə. Cəminə bərabərdir. Sadəcə olar yadınızda saxlamaq üçün. Bu da 42'dir, düzdürmü? Alfa nəyə bərabərdir? 42 üstə gəl 48. Bunu konkret yadınızda saxlayırsa saxlayın uşaqlar. Üstə gəl 48. Bu da eləyir neçə dərəcə? 90 dərəcə. Deməli, alfanın qiymətləri bunlardır. İndi gəlin baxaq A variantına. Alfa iti bucaqdır. Alfa iti bucaqdır. Hansıdır? Bir də 2'ye gedir uşaqlar. Bu yazın bu birinci, bu ikinci, bu da üçüncü. 2'ye gedir. Deməli, alfa 30 dərəcə. Deməli, alfa 30 dərəcə A variantı. 30 dərəcədir, iti bucaqdır. A variantı 2'ye gedir. Sonra nedir? Alfa düz bucaqdır. Alfa düz bucaq. Üçüncüdədir 90 dərəcə. Deməli, B gedir hansına? Üçüncüyə. Sonra C alfa kör bucaqdır. Kör bucaq hansıdır? Bir de birincidir uşaqlar. Aydınmı? Birinciyə də gedir C variantı. Və C variantı. Sonra alfa 30 dərəcədir. 30 dərəcə 2'ye gedir. Deməli D gedir 2'ye. Elədirmi? Yazaq bunu da. E variantı alfa 80 dərəcədir. 80 dərəcə var mı burada? Yoxdur burada. 80 dərəcə yoxdur burada. Deməli 1'e getdi C, 2'ye getdi A, 3'e getdi B. Və cavabları bunlar oldu uşaqlar. Sonra baxıram, ən nəhayət deməli burada 46 nömrəli çalışmanı yazaq. 46 sonuncu çalışmadır bu mövzunun sonuncu çalışmasıdır uşaqlar. Şəkillərini çəkirəm burada yenə də. Bu belə, bu birinci şəkildə. Bu 140 dərəcədir, bu 110 dərəcədir, bu da alfadır. Sonra bu D1'dir, bu da D2'dir.
İkincidə baxaq ikinciyə. Belə bir şəkil var burada. Sonra burada ne verib? Bu 100 dərəcədir. Bu 150 dərəcədir. Bu da alfadır. Biz alfanı istəyəcək bizdən yəqin ki də. Bunlar D1 ilə D2 də paraleldir uşaqlar. Sonra ən nəhayət üçüncüdə. Ən nəhayət üçüncüdə bax belə qaydı. Bu 37 dərəcədir. Deməli alfadır. Bu da 53 dərəcədir. 53 dərəcə. Şimdi buradan biz alfalar tapacağıq. Ancaq alfalar verilib də burada onları tapacağıq inşallah. Baxaq. Gəl birinci olsun, bu ikinci olsun, bu da üçüncü olsun. Bəndləri yazarıq. Alfa nəyə bərabərdir burada? Bunların üçünün cəmi neçə eləyir? Deməli 360 dərəcə eləyir. Burada alfa üstə gəl 140 dərəcə, üstə gəl 110 dərəcə, o da bərabər 360 dərəcə. Düzdürmü? İndi alfa nəyə bərabərdir? 360 dərəcədən çıxacağım bunların cəmini. Bu eləyir 250. 250 dərəcə, bu da eləyir 110 dərəcə. Alfa 110 dərəcə var mı burada? Ha, var. D variantıdır. 1'e gedir hansı variant? D variantı. Özdə ki 110 dərəcədirsə kör bucağı da var burada. S de gedir buna. Sonra ikinciyə baxalım uşaqlar. Alfa necə tapacaq? Bax, burada mən belə tapıram. Bax, qırıq-qırıq xət çəkirəm. Düzdürmü uşaq? Bu bucaq neçə dərəcə olacaq? 180'dan 100'ü çıxacaq. Bax, kənarda yazıram bunu. 180'dan çıxıram 100'ü. O da bərabərdir 80 dərəcə. Deməli, bu 80 dərəcə olacaq. Səbəb də odur ki, uşaqlar, bu itidir, bu kör bucaqdır. Bunlar paralellərdə, bax, fikir ver, paralellər olduğuna görə. Aydındır, cəmi 180 dərəcə verəcək. Onu bir iti, bir kör bucaq. İndi burada, deməli, bu 80'dir. Onda 150 dərəcə nəyə bərabər olacaq uşaqlar? Xarici bucağın xassəsinə görə. Alfa üstə gəl 80. Alfa üstə gəl 80 dərəcə. Buradan da alfa bərabərdir 150'dən 80'a çıxacaq. Eləcə 70 dərəcə. Alfa neçə oldu? 70 dərəcə. Bu ikincidə 70 dərəcədir. 2'də alfa iti bucaq var orada. 2'ye gedir A variantı. İti bucağı var. 70 yoxdur orada. Elədir mi? Yoxdur 70 dərəcə. Üçüncüyə bax. Üçüncünü toplaya da bilərsiniz. Bir yadınızda qalırsa bu 53 dərəcədir. Alfa xarici bucağı nəyə bərabərdir? 53 üstə gəl 37 dərəcə. O da bərabərdir. Bu neçə eləyir? 90 dərəcə. Burada 90 var idi. Yoxsa 80 eləyir? Yox. 90 dərəcə. Burada heç 90 dərəcə. Üçüncüyə baxaq görək. Üçüncüdə yoxsa bucaqları səhv yazmışım. 53 ilə 37, 80, 90 eləyir də. 90 dərəcə eləyir. Hə, düz bucaq var burada uşaqlar. B variantı. 90 dərəcə. Mən dərəcəni axtarıram. Deməli, orada da düz bucaq var. B variantı gedir bura uşaqlar. B variantı. Deməli, burada 1'e getdi D, 1'e D ilə C getdi. 2'ye getdi A variantı, 3'e de getdi B variantı. Bununla da bu çalışmaları yekunlaşdırdım. Diqqətinizə görə sağ olun uşaqlar.